Anamanın təmizləmə dəstəsi tərəfindən Şuşa rayonunun Kiçik Qala Dərəsi kəndində evlərin təmizlənməsini həyata keçirərkən evlərinin birinin damının qapısı bağlı olduğu diqqət çəkib. Dama fənər vasitəsilə işlandıraraq baxış keçirilərkən müəyyən olunub ki, damın qapısında partlayıcı qurğu təlim məftil vasitəsilə qoşulmuşdur. Əraziyə partlayış dəstəsi cəlb olunmuş, 2 ədəd F1 əl qumbarası təlim məftil vasitəsilə qapıya quraşdırılması tərəfimizdən aşkar edilmişdir. Tərəfimizdən 2 ədəd əl qumbarası zərərsizləşdirilərək partlayışı üçün poliqona daşındı.